da insanları burada yoldan çıxardıb deməklə ki, bizə Pulad evin kirayəsini verirəm. Mənə Pulad maşınımı vurmuşam. Sən gözünün içinə kimi yalan danışırsan. Gözünün içinə kimi. Başa düşdün? Sən bilirsən niyə kökəlmirsən? Arvadın enlilənir, sən arıqlayırsan. Bilirsən niyə? Çünki sənin içində qurtlar var. Aslan. Lambe qurtları var sənin içində. Başa düşdün? Bildin? Biz evimizə gətirib, yalandan gedib ATV-dən pul alıb, içki gətirib evimizə qoymuruq. Amma siz evimizə gedib yalandan ATV-dən alıb, gətirib evə araq, maraq, pivə, yığırsan səhərdən axşama qədər. Oradan aldığın pulu verirsən içkiyə. Deyirsən, Zahir müəllimdir də, saxlamalıdır. Bizə nə deyir, biz onu eləyirik. Bizə qayıdıb deyir ki, çıx çölə, çıxırıq. Gir içəri, giririk. Həmən Aslansan da, həmən Aygünsən də, sən o sözü demirsən də. Demirsən ki, bizə örgədirlər aşağıda. Bizi niyə çağırırlar? Bizə örgədir Zahir müəllim. Həmən Aslansan da, sən demirsən. İstəyirsinizsə, bax, məni efirə qoşun. Əgər məni buradan eşidənlər var, eşidirlərsə, məni qoşsunlar. Mən sabahları efirdən deyim sözümü. Qorxmuram, eləmirəm. Sözümün də dalındayam. Nə demişəmsə burada, hamısını bircə-bircə efirdə deyərəm. Başa düşdünüz? Ona görə də... Yox, yazılır bizə də qədər dayan. Yazırlar ki, deyirlər ki, siz niyə cırnayıbsınız? Və biz cırnayayıq. Bəli, bəli. Mən hamıdan birinci gəlmişəm ora və Nona xanım və hamıdan birinci... Bəli, açıb deyəcəm. Niyə demirəm ki, məni qoşsunlar efirə, siz də qulaq asın. Azər məni efirə qoşan günü mən Azərə deyəcəm. Deyəcəm ki, Azər, bax, insanlara dinən ki, məni efirə qoşurlar. Eşidin buradan ki, mən burada dediyim sözləri orada deyəcəm. Mən qorxmuram. Başa düşdünüz? Qorxmuram mən. Ona görə də, ay insanlar, qurban olum sizə, elə bir insanlara pul atmayın. Atmayın. Onlar sizdən istifadə eləyir. Düzdür, mən uşağıma görə yığdım. Allah sizin canınızı sağ eləsin. Uşağıma dərmanları aldım, elədim. Sizin sayınızda. İndi pul istəmirəm ki, sizdən. Söz deyim sənə, biz sən nətərdir? Mən, bax, buradan deyirəm. Mənə lazım deyil oradan demək ki, yəni ki, oradan düzdür, deyəcəklər ki, bundan sonra Sevda ilə Azərə ATV-nin qapısı bağlandı. Mən buradan deyirəm, mənim üçün ATV bundan sonra bağlandı. Yoxdur mənim üçün. Görürsünüz, mən özüm dedim. Mən kişi qızıyam, mən sözümü deyirəm, ağasıyam da, dalında da durmuşam. Burada Gəncədə həkimdən çox həkim var. Həkimə də aparacam. Allah mənim həkimimin canını sağ eləsin. Mənim həkimim Nurəngiz həkimdir. Sonra nerpatoloq var, Dostu xanımdır. Allah onların canını sağ eləsin. Allah onları var eləsin. O xəstəxanada ən yaxşı həkim varsa Nurəngiz həkimdir. Mən sizin uşaqlarınızın ona məsləhət görürəm. Nerpatoloqumuz var. Dostu xanım, ona məsləhət görürəm. Çünki mənim uşağım pis vəziyyətdə olanda, onlar mənim uşağımın üstündə əsirdilər. Nurəngiz doktor mənim uşağımın üstündə elə cür müalicələr elədi ki, mənim uşağım belə dirildi də. Qəşəng də oldu da. Çünki biz getməyəcəkdik. Çünki mənim uşağımın başına aparata saldığına görə mən dedim, hörmətsizlik eləməyim. Bəli, Azər getmirdi. Mən dedim ki, Azər, onlar bizə zəng eləyiblər. Onlar bizə zəng eləyiblər. Biz hörmətsizlik eləməyik. Gəl gedək. Gedək, görək nə olur. Hələ Allahdan da çox razıyam ki, Allah bunu elədi, mənim qabağıma çıxartdı ki, mən orada, bəs görürsünüz insanlar, mən orada niyə dedim ki, mənim Aslana sözüm var? Mənim Aslana sözüm var. Mən qayıtdım, dedim, niyə görə o sözü dedim? Ona görə ki, mən bu sözləri orada deyəcəkdim ona. Siz də eşidəcəydiniz. Hər kəsə salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Bizimlə zən verilişinin iştirakçılarından olan Sevda canlı yayımda Aslana qarşı öz iradlarını bildirib. O bildirib ki, Aslan yalan danışır. Yalan danışıb insanlardan pul yığır. Həmin görüntüləri sizlərə təqdim edirəm. Siz də videomuzu bəyənməyi və fikirlərinizi yazmağı unutmayın.